Niyə hamı zirkon diş seçir? Heç bunu düşünmüsünüz? Son illərdə estetik stomatologiyada ən çox seçilən variantlardan biri məhz zirkondur. Amma bu sadəcə trend deyil. Bunun çox konkret səbəbləri var. Gəlin bunu sadə dildə birlikdə izah edək. Birinci və ən vacib üstünlük zirkonun tərkibində metal olmamasıdır. Bu nə deməkdir? Klassik metal keramika dişlərdə alt hissədə metal karkas olur və bu metal zamanla diş ətində tünd rəngləmə yarada bilir. Zirkonda isə belə bir problem yoxdur. İşıq daha yaxşı ötürdüyünə görə diş daha canlı və daha təbii görünür. Yəni nəticə süni yox, real diş effekti verir. İkinci vacib məsələ möhkəmlikdir. Bir çox insan düşünür ki, estetik olan dişləri zəif olur. Amma zirkon bunun tam əksidir. Həm estetikdir, həm də çox davamlı materialdır. Xüsusilə arxa dişlərdə çeynəmə qüvvəsinə davam gətirməsi çox əhəmiylidir və zirkon bu baxımdan çox etibarlıdır. Üçüncü üstünlük diş əti ilə uyğunluqdur. Bəzi materiallar diş ətini qıcıqlandıra bilər, amma zirkon biouyğundur. Yəni orqanizm tərəfindən daha yaxşı qəbul olunur. Bu da nə deməkdir? Daha az iltihab riski, daha sağlam diş əti və daha uzun ömürlü nəticə. İndi isə ən çox sevilən tərəfini deyim. Zirkon dişlər təbii dişə çox oxşuyur. Rəng keçidləri və şəffaflıq effekti sayəsində real diş görüntüsünə çox yaxın olur. Yəni insanlar baxanda bu dişlər protezdir demirlər. Sadəcə deyirlər ki, çox gözəl gülüşdür. Amma burada bir vacib məqam var. Hər zirkon işi gözəl olmur. Material yaxşı olsa belə, əgər planlama düzgün deyilsə və ya texniki icra zəifdirsə, nəticə süni görünə bilər. Ona görə estetik işdə əsas məsələ təkcə material deyil, həkimin yanaşmasıdır. Doğru forma seçimi, üz quruluşuna uyğun dizayn və rəng harmoniyası birlikdə ideal nəticəni yaradır. Pasientlərimə həmişə bunu deyirəm. Gözəl gülüş təsadüf deyil, bu düzgün planlamanın nəticəsidir. Bəs onda bunu qeyd etmək istəyirəm. Zirkon dişlər estetika və davamlılığın balansıdır. Yəni həm gözəllik, həm də funksionallıq bir aradadır. Əgər sən də gülüşünü dəyişmək istəyirsənsə, sadəcə trendə yox, öz dişlərinə uyğun olan düzgün seçim et. Çünki ən yaxşı nəticə sənin üçün doğru olan nəticədir.